pisdir Azərbaycanda vəziyyət. Çox dəhşət pisdir. Azərbaycanlıları yaman günə qoyublar. Sovet dağılıb. Sovet dağılan kimi Rusiya ilə İran müstəqil olan Azərbaycanın birbaşa beynində, zehnində bir cəhalət qurublar. Zehinlərində onlar üçün elə bir cəhənnəm yaradıblar ki, qardaş, bugünündə Azərbaycanlıların vəziyyəti çox pisdir, dəhşət. Belə şey yoxdur. Bu Hindu qəbilələri var. Bax o hansı ki inkişaf dövrü keçir, hələ təkamül keçir. Onlarla müqayisə olunacaq duruma düşüb. Əmi sən başına dönə, Allah köməyin olsun. O mənə deyirdi, sən sən qəflətdən oyanıb gülə bilirsən. Deyirdim, niyə? Deyir ki, mən gülə bilmirəm. Mən xalqımın gününü görüb, mən gülə bilmirəm. Bu qədər üzüm gülmür. Doğrudan güləsi deyil, qardaş. Ay xalqımızdır, millətimiz. Gör bunların başına nə oynasın. Bu Sovet dövründə biraz özümüzə gəlmişdik. Gör bu nə qədər qafildir. Gör bu necə başını itiribsə ki. İnsan bunu bilmədən bu əsrdə yaşayır ki. Bu söz var, söz. Yazır, gəlir mənə, mən buna başa salmaqsan ki, beynimin, İranla Rusiya beyninin içində nüvə partladıblar. Bir qorxu yaradıblar və sən qorxuma Allah deyib ibadət ezələ bizən haqq yoldasan, ha? Ki, söz var, söz. İstənilən bir söz. Allah, Peyğəmbər, Məhəmməd, Vüqar, kasıb, varlı, prezident, fəhlə, hamısı səsdir, səs. Səs isə səs. Karbon qazıday müqəddəsliyi axtaran karbon. Bəli, sənin o müqəddəs deyib, əstağfurullah eləyib salavat çevirdiyin söz karbon qazından əmələ gəlir, səsdən. Bütün canlılar səs çıxardır. Bəli, nəfəsi udursan, buraxanda karbondur da o. Bax, o karbondan səs əmələ gəlir, istədiyin söz. Nə müqəddəsdir ya, ayıl da. Ay, tutquşu, papuqay, səndən ağıllıdır ya ki. Baxın Azərbaycanın gününə. Bir ərəbin 15 əsr bundan qabaq bir-birlərinin arasında olan siyasi çəkişmələr, onların nəslinin, kökünün bütün əzbər bilən və onlardan ötürü öz millətini söyən, təhqir eləyən, hər şeyə gedən bir qafil Azərbaycanlı sözün necə yarandığını bilmir. Baxın, Azərbaycan ziyalıları, baxın, görün bizim millətin nə günə qoyublar. Baxın da, baxın. Bu ölüdür, bu yaşamır. Bunu diriltməklə, buna tok vermək lazımdır. Bu qədər ölüb bu. İndi mən başa salıram buna, indi başa salmaq istəyirəm ki, şəfa sözdür da. İndi dillər yaranıb və bizdə dilimiz var. Biz qəbul eləmişik şəfa. Sən o şifa arzulamağın var, söz səsdir da, səsdir. Yəni, karbon çıxır, karbon. Bəzən görürsən, o başqa yerdən də çıxanda səs eləyir. Səsdir, səsdir. Anlamı yükləyən isə səni gölə eləyib, dizin süründürə, beyin də ki, mən bundan danışıram. Ay, beyinsiz. Beyindən qıraqda etsə yoxdur, sən bunu başa düşmürsən. Başa düşmürsən, indi gəl mən səni izah eləyim. Səs necə yaranır? Səs 3 mərhələdə əmələ gəlir. Hava ağciyərdən çıxır, karbon şəklində, nəfəs verəndə diafragmanın havanı yuxarı doğru itələyir. Hava səs tellərinin arasından keçəndə onları titrədir. Bu titrəyiş səsin başlanğıcı olur. Ağız və dil səsi formalaşdırır. Sonra dil, dodaqlar, dişlər, damaq bu səsi sözə çevirir. Bəs karbon burada necə rol oynayır? Nəfəs verəndə çıxan havada azot, oksigen dalğaları, karbon qazı var. Amma səsi yaradan havanın səs tellərinə toxunmasıdır, titrəşməsidir. Yəni səs bərabərdir. Hava, üstəgəl titrəyiş, üstəgəl rezonans. Səs əslində boğazda yaranır, boğazda. Amma mənası beyində yaranır. Burada xüsusilə 2 sahə işləyir. Brokas area danışmanı qurur.
Vemtikes area mənanı anlayır. Boğaz səsi yaradır. Amma beyin söz yaradır və ona anlam yüklüyor. Sözlər insanın emosiyasına görə necə dəyişir, hansı formalarda təqdim olunur və sən ona necə reaksiya verirsən, bunların da özünə məxsus bəli səbəbləri var. Ki, karbon qazının gəlib burada titreşməsindən sonra sözə çevrilən, bəli, burada sözə adi bir səsdir də, yenə də bütün canlılar səs çıxardır. Bir an dur, bax da təbiətdə. O səsdir də, indi bir Afrikanlı gəlib sənin yanında koy eləyirsən, nə bilirsən, o soğuduğun sözüdür. Yəni, hər kəsin səs çıxardır. Bəli, səsi onu söz kimi anlamlandıransa, beyindəki ki, sən, mən də beyindən danışıram, ha, sən əflətdəsən, ya. Ay, mənə dəymədə, heç olmasa başa düşmürsən, özünü rüsva eləmə də. Orada sən şifa yazanda, Azərbaycanda bizə nə qədər oyanmış adam var. Baxır belə sənə deyir ki, bu insan ola bilmədi, ki. Bu adam ola bilmədi. Bəli, homo erectus. Mən sən elə şeylər deyərəm, sən ürəyi patlayar. Sən bilsən ki, insansın, məktəb insansındır. Bəli, bağça insansındır, ali məktəb insansındır. Səni içindir, bəli, səni əhəlləşdirmək üçün də olar. İnsanı, bax, Adəmin məktəbi, dərsi, təhsili, elmi, hər şey içindədir. Bəli, o din yaradır, səni kimi homo erectus, insan ola bilməyən, içindəki biliyə vaqif ola bilməyən, amma ağzı Ərəbistan Allah dalıysa gedən zəlil olmuş, canlı, insan ola bilməyən, tərbiyə eləyir. Bəli, o hətta çatdırır ki, kostyum, qalustuk geydirir, oturuzdurur bir dənə Pradoya. Amma sən elə də insan olmamısan. Sən bu qədər acizsən, sən bilsən, o qədər. Amma mən sən yenə də qardaş deyirəm. Çünki bir millət idi, biz əvvəlimiz yaxşı idi. Ruslan, İran, təzdən saldı da zinciri başıva. Biz düzəlmişdik, biraz düzəlmişdik. Düşün da, cəsarətin olsun, ki, cəhənnəmvi yaşayırsan. Bəli, sən cəhənnəmvi yaşayırsan. Sən bu dünyada insan olmamısan. Sən heyvani şuurda yaşayırsan. Və sən gözləyirsən ki, gedəsən olsan cənnətə, heyvanı cənnətə necə sala bilərlər? Ayıl insan ol da bir. Ayıl gör insanla heyvan fərqi nədir? Deyirəm ki, bütün təlim və tərbiyə ocaqları insana aid deyil. Bəli, bax o Adəm övladına aid deyil. Çünki o yaradanın bütün bilgisi ilə böyle açıldı, o qutardı. İnanmırsan, məktəbi kim yaradıb? Akademiya kim yaradıb? Kitabı kim yaradıb? Dəftəri kim yaradıb? Qələmi kim yaradıb? Hər biri bir insan yaradıb da, düzdürmü? Bax, insan yaradıb. Səni kimləri yox. Səni kimlər üçünsə din yaradıb. Çünki sənə boş bıraxsalar, sən orada şəfa yazırsan mənə, amma məni öldürə də bilərsən. Dişləyərsən məni. Bəli, sən quduzsan. İnsan ola bilmirsən. Sən Allahın baldırına inanırsan. Sən ərəbin nağılına inanırsan. Sən Farsın rəvayətdə inanırsan. Cəsarətin çatıb, özün özünə inanmırsan. Özün öz içindəki ruhuva inanmırsan. Bəli, bu qədər acizsən.